Salam, hər vaxtınız xeyirli olsun. 9-cu sinif buraxılış imtahan suallarıyla tanış olaq. Üzərində mən düzdür həllərini yazmışam ki, rahat, sürətli şəkildə izah etmə mümkün olsun. Deməli və bunu da nəzərdə çatdıraq ki, imtahan çox asan düşmüşdür və bundan sonraki imtahanda o şəkildə düşəcəkdir. 30 hektar əkin sahəsi artırılıb 42 hektar oldu. Əkin sahəsi neçə faiz artdı? Deməli 42-dən 30 çıxırıq, yəni sondan ilkini çıxırıq 12. Bölürük 2-ni olana vururuq 100%. 12-ni bölürük 30-a vururuq 100-ə. Cavab 3-də 120, 40% edir. Asan bir tənliyidir. Çarpaz vurmalıyıq. 4-ü vururuq 12-yə 48. Bölürük mənfi 3-ə. Cavab edir mənfi 16. D variantı doğru cavabdır. Burada biz y-in yerinə 2x yazırıq. Ona görə 5x üstə gəlsin 2x bərabər olur 21'e 7x 21 olduğu üçün x 3 olur. Doğru cavabımız bizdən x'i cavabı soruşduğuna görə deməli x'imiz 3'dür. Y tapmaq üçün 2'ni 3'ə vururuq 6'dır. Dövr onluq kəsirdə, yəni 0,4 dövrdə k və 0,k dövrdə 4'dür. Düzgün kəsir olması üçün 1-dən kiçik olmalıdır. Əgər biz k-ya 5 yazsaq, bu şərtimiz doğru olmayacaq. Niyə? Çünki 0,4'də 9 verəcək ki, bu da 1'ə bərabərdir. Amma biz 1-dən kiçik axtarırıq, ona görə doğru cavab 4'dür. Bir dənə biz düz xətt çəksək və ona 4 metr məsafədə 2 dənə mail çəksək, düz bucaqlı üç bucaq qaydasına görə onda burada 3'dür və 3. Doğru cavab da 6 eləyir. Sonra gəldik biz 62-ci suala. Deməli 62-ci sualda bizdə əbab AB bərabərdir 5, o da A vurulsun B bərabərdir 75 olur. 62-ci sualda biz A-ya 5K desək, B də 5D olsa, onda 5K-nı 5D-yə vuranda 75 isə, K vurulsun D 3 olur, onda K 1-dir, D 3-dür. Yəni A-mız 5, B-miz 15-dir ki, bunların cəmi də bizə 20-ni verir. Tənlikdə bura müxtəsər vurma düsturudur. A kvadrat çıxılsın B kvadrat düsturudur. Ona görə 4x kvadrat çıxılsın 1 çıx 4x kvadrat plus 12x bərabər olur 35-ə. 12x çıx 1 35 isə 12x bərabər 36, x də 1-dir. Biz burada üstləri vuranda toplayırıq deyə 6-dan mənfi 2 çıxanda 4 ayılır. 4A-da da yəni A-nın qiyməti 4-də 1 olduğu üçün yerinə qoyuruq. 3-ün üstü 1, yəni Y variantı 3-dür. Dairənin sahəsinin radiusu 5 dəfə artırsa sahə necə dəyişər? Düsturumuz pi r kvadratda, əgər radius 5 dəfə artırsa bu 25 dəfə artır. Doğru cavab C variantıdır. Həndəsin əsas anlayışlardır. A-dan C-yə 7 isə C-dən B-yə 14 isə cəmi 21 edir. A variantıdır. 25-dən 5 çıxır, 16-dan 4 çıxır. 9-dan da 3 çıxır. Yəni 2-ni 5-ə vurub 4 çıxıb, üstünə 2 vurursun 3 gəlirik. Bu da bizə 12-ni verir. F-grid qaydasına 6-nı çıxarsaq, 6 vurursun əbab 5-6 qalır ki, 5-6-nın əbabu 1-dir. Ona görə doğru cavab Y variantıdır. İndi gəldik biz 69-cu suala. 69-cu sualda da ordinatı, yəni y 3-ə bərabərsə biz 5x çıxılsın 17-ni 3-ə bərabər edirik. 5x bərabər olur 20-yə, x-imiz olur 4. Kubun neçə tili var? Biz bilirik ki, kubun 12 tili var. İndi deyir ki, yalnız Həsən Əli Vüqarın olduğu bir yarışmada Həsənin qazanma ehtimalı Vüqarın qazanma ehtimalının 7 mislidir. Biz Həsənə 28x, Əliyə 14x, Vüqara 4x deyirik. Çünki Əlinin qazanma ehtimalının 2 mislidir. Cəm 46x edir. Bizin Əlini soruşur deyə 14x-i 46x-ə bölürük. Cavab 23-də 7-dir. Bu 12-ni yazırıq 3n vurulsun 2 üstü 2n kimi, yəni bu 4n eləyir. Böləndə üstlər çıxılır. 3-ün üstündə n çıxılsın n plus 1. 2-nin üstündə 2n çıxılsın 2n çıxılsın 1. Bu şəkildə yazsaq 4 vurulsun 3 vurulsun 2-də 1. Doğru cavab 6 olur. Birləşmənin sayı düsturu var ki, NA birləşmə B bərabər NA fərqlidir B, üstə gəl NB fərqlidir A, üstə gəl NA kəsişmə B. Ona görə burada 4 misli olduğu üçün 4 vurulsun. Bura A fərqlidir B-dir. Bura kəsişmədir. Burada B fərqlidir A-dır. 4 vurulsun 2x plus 8 bərabər olur 2x plus 8 üstə gəl 4x üstə gəl 5 üstə gəl 3x1 plus 1. Tənliyə həll eləsək 8x plus 32 9x plus 14-də bərabər x 18 olur. Bizə də B fərqlidir A-nı soruşur deyə 4-ü 18-də vurub üstünə 5 gəlirik. Cavab 77. Təkrar sualdır buraxılışda. Oxşarlıq əlamətinin bu bucaq, bu bucağa bərabərdir, onda bu bucağa bərabər olacaq. Yəni qarşılıqlı bucaq olduğu üçün bura 6, bura 6, bura 5-dirsə, onda 6-nın 5-ə nisbəti x-in 6-ya nisbətinə bərabər olur ki, cavab x bərabərdir 7/2 olur. 75-ci sualda bura 12, bura 6, onda bura 30 olmalıdır ki, 30-60 qaydasına görə bura 60-dır. Bilirik ki, düzləm bütün bucaqları 90 dərəcə deyə bura 30 olur. Onda bizdən bura 90-dırsa, buranı soruşur, bura cavab 60 olur.
Rəhim birinci gün 40%, yəni 0,4 x-in, ikinci gün 5%-in 0,5 x-in və üçüncü gün 112-də baxıb yekun kitabda x-ə bərabər olur. Tənliyə həll eləsək 0,55 x 110-a bərabərsə x olur 200. Deməli doğru cavabımız 200-dür. Burada 3 sıxılsın kök altına onlar x-ə gedir, amma diqqət edəcəyimiz bir şey var ki, mənfiyə böləndə bərabərsin işarəsi dəyişir. Ona görə kök altına 9-dan kök altında 10 çıxdığımıza görə işarə x böyüdür 5,5 olacaq. Doğru cavab x bərabər 6-dır. Uşaqlar, ağaclar arasındakı məsafədə həmişə bir vahid çıxılır. Məsələn, 36-cı ağac deyirsə 1 çıxılır, 35-dən olur. Ona görə 85 deyirsə 85-dən 1 çıxırıq, 84. Özümüzdə bir dənə C ağacı deyək ki, buradadır. A-dan C-yə 3x-dir, şərtdə verilib. C-dən B-yə də 4x-dir. Onda bunların cəmi 84-ə bərabərsə x 12-dir. Deməli, bura 36-dır, burada 48. İndi A-dan C-yə 36 dənə varsa, yəni birincisi A-dırsa, 37-ci də C olur. 79-cu sualda tüp uzanı təmirlənən trapeziyanın iki oxşar üst bucağı ilə oturacağı 7-28 olsa trapeziyanın perimetrini tapın. Bu oxşarlıq sualıdır. Trapeziya çəkirik. Bura alfa, bura alfa, bura alfası 7, 7, 14-dür. Onda bu tərəfdə bu tərəfə bərabərdir. Bura 14, 14 və bütün tərəflərin cəmi də 56 edir. Deməli doğru cavabımız perimetr 56-dır. Biz sahəsi bu şəkildə, yəni x plus 2x kvadrat plus 8x plus 16 və ikincisində bu şəkildə verilib. Vuruqlara ayırsaq bu x plus 2 vurulsun x kvadrat plus 12-dir. Bu da x plus 1 vurulsun x kvadrat plus 12-dir. Ümumi s tapmaq üçün s2-dən s1 çıxırıq. Bu x çıxılsın 2-nin kvadratını verir. Onda m vurulsun x çıxılsın 2-nin kvadratı, yəni m vurulsun x çıxılsın 2 bərabər olur x çıxılsın 2-nin kvadratına. Onda m nəyə bərabər olur? X çıxılsın 2 ən kiçik qiymətdə 3-dür. Dünən buraxılış hazırlığında demişdim ki, uşaqlara radiusdan, yəni çevrən təndən bir sual olacaq. Biz bunu çox ədlənən müxtəsər formada soru kimi yazsaq, yazaraq x üstə yansın 2-də 1-in kvadratı çıx, y çıxılsın 2-də 5-in kvadratı bərabər olacaq 36-ya. 36 da 6-nın kvadratıdır və kvadratın daxilinə çevrə çəkilmişdirsə, radiusun kvadratının 2 misli onun sahəsidir. Ona görə 2-ni 36-ya vururuq. Doğru cavabımız 72-dir.